Bu həcmdə məad ayələrinin, axirət ayələrinin olması onu bildirir ki, bu çox önəmli mövzudur. Ki, Quran buna bu qədər yer ayırır və insan üçün də böyük bir əhəmiyyətə malik olan, tərbiyəvi əhəmiyyətə malik olan bir mövzudur. Allah hansı metodlarla axirəti yada salır, hansı şəkildə axirətə diqqət yönəldir, o barədə geniş danışmaq olar. Amma bunu qeyd eləmək olar ki, bir alimin deyimi ilə desək, Quran bir mənada məadnamədir, axirətnamədir. O qədər axirətə Quran-ı Kərimdə yer ayrılır. Bugünkü söhbətimiz müqəddimədir. Çox mövzuya daxil olmayacağım. Gələn həftədən inşallah Allah ömür versə, çox maraqlı, şirin bir mövzudur. Söz verirəm ki, ciddi, maraqlı məqamlar var bu mövzuda. Allah öz ayələri vasitəsilə bizi sanki axirətə aparır, seyr etdirir, orada yaşayırıq. Allah sanki bizi bu dünyadan xaric eləyir, axirətə yönəldir. Bilirəm ki, dərhal sual yarana bilər, o sualı sizin əvəzinizdən verirəm. Sizdə də olmazsa bu mövzuda danışanda adətən bu sual yaranır. O sual da bundan ibarətdir ki, Quran bizi axirətə aparırsa, bəs dünyamızı kim abad eləsin? Dünyamız necə olsun? Quran bu qədər axirət deyir, diqqət axirətə yönələndə dünya qalır axı, dünyamızı necə eləyək bəs? Və belə çıxır ki, Quran müsəlmanları axirətə yönəltməklə dünyadan əllərini soyudur. Ona görə də dünya kafirlərə qismət olur, möminlər dünyanı buraxır, axirət ümidi ilə yaşayır. Bu tənqidlər çox səslənir. Bu sualın doğmasına səbəb odur ki, insanların çoxu Quranla axirətə səfər etməyiblər. İnsanlar Quranın tanıtdırdığı şəkildə axirətə yönəlsə, dünya ilə bağlı, dünyanın islahı ilə, dünyanın abad olması ilə bağlı heç bir problem yaşamazlar. Çünki, burasına diqqət etməyinizi xahiş edirəm, axirəti tanımaqla İnsan dünyanı daha yaxşı tanıyır əslində. Dünyanın doğru yozumu axirət tanıyandan sonra olur. Dünya necə bir yerdə, hansı xüsusiyyətlərə malikdir, hər şeyi olduğu kimi tanımalıyıq ki, onda da uğurla yaşaya bilək. Dünyanı axirətsiz tanımaq mümkün deyil. Axirəti tanıyan dünyanı daha yaxşı tanıyır və dünyanı daha yaxşı idarə edə bilir əslində. Bu cümləmi yadda saxlayın. Yadınızda qalsın və bunun doğruluğuna da əmin olun ki, dünyanı axirət əhli abad eləyəcək. Bir də altını cızıram sizin üçün. Yenə də qeyd edirəm ki, dünyanı axirət əhli abad eləyəcək. Dünya əhlinin qurub yaratdığı dünyanı gördük. Göz qabağındadır. Dünya əhli gücün topladı, bu dünyanı yarattı, bu düzəni yarattı dünyada. Bu da onun mənzərəsi. Da heç izaha ehtiyac yoxdur. Dünyapərəstlərin qurduğu dünyanın mənzərəsi göz önündədir. Əslində, ən pragmatik yanaşma axirəti tanımaq sayəsində mümkündür. Pragmatik düşüncəyə sahib olmaq dünya barədə. Adətən belə bir fikir var ki, dünya əhli pragmatik sayılır, axirət əhli isə xəyalpərəst hesab olunur. Dünya əhli güya reallığı görür, reallığa uyğun davranır, pragmatik addımlar atır. Axirət əhli xəyallarla yaşayır. Geniş yayılmış fikir budur. Yəni, dünya əhli dəqiq, nizamlı, pragmatik düşüncə sahibidir. Axirət əhli isə nisyə, xəyallarla məşğul olub, dünya həyatından təcrid olunmuşlardır. Amma mən deyərəm, bu bunun tam əksidir. Vəziyyət tam əksdir. Axirətsiz dünya düşüncəsində olanlar xam xəyallara qapanmış insanlardır. Əsl xəyalpərəst onlardır. Dərhal irad tutulur ki, Avropada dindən uzaq düşməklə, axirət inancından uzaq düşməklə inkişaf etdilər. Həmin o ənənəvi cəmiyyət
sonradan modernizm deyilən dövr gəldi çatdı və Avropa sürətlə inkişaf elədi. Axirət inancından imtina elədi, laf sadə dillə deyək ki, hamı başa düşsün. Dedilər, axirət filan yoxdur, nə var dünyadadır, bütün gücünü səfərbər elədi, dünyanı islah eləməyə. Ona görə sıçrayışla inkişaf elədi Avropa. Deyirlər ki, Avropanın inkişafını tormozlayan əsas faktor axirət inancı idi, Allaha inanmaq idi və faktda ki, belə oldu. Ondan imtina eləyib, inkişafa başladılar, sürətli inkişafa nail oldular. Həmin o, indi adlandırdığımız, modernizm adlandırdığımız bir dönəm, modern düşüncə, elmi gətirdi, dinin yerinə qoydu. Dindən imtina elədi, elm gəldi, dinin yerini tutdu və insanlıq sürətlə inkişaf elədi. Bunun cavabında əvvəla deməliyik ki, axirət haqqında səhv düşüncələri tərk elədilər. Onların dininin bir çox təhrifləri var, səhvləri var ki, bəlkə də doğru seçim edib o dindən imtina elədilər. Əlbəttə, şirtmələr də çox oldu, amma hər bir halda. İkincisi, düzdür inkişaf elədilər, amma inkişafın yanında bütün bu fəsadlar da göz önündədir. Deyə bilərsiniz ki, problemsiz heç bir şey ola bilməz. Söhbət problemdən getmir, söhbət böhrandan gedir. Tam hər tərəfli sözün həqiqi mənasında inkişafa nail ola bilmədilər. Sözün həqiqi mənasında inkişaf əldə edə bilmədilər. Bir yeri düzəldirlər, bir yerdən problem çıxır. Və lazım olan inkişaf səviyyəsinə bugün dünya gəlib çata bilməyib. Dünyanın abad vəziyyətini görməmişik deyə bu vəziyyəti abad dünya adlandırırıq. İdealda nə ola bilərdi, nə olmalıydı, inkişafla yanaşı bu inkişaf insanlığa xoşbəxtlik gətirə bildimi? İndi artıq gətirib bu mövzuları danışırlar ki, ümumiyyətlə xoşbəxtlik gətirməlidirmi? Elmi mövzulara daxil olmaq istəmirəm, amma hər bir halda sual maraqlı sualdır, yaxşı inkişaf elədi, amma insanlıq xoşbəxtliyi dada bildimi? İnkişaf nə üçündür? İnsan üçündürsə, insan xoşbəxt olmayandan sonra, insan mənəvi böhran keçirəndən sonra bu inkişafın əhəmiyyəti nədəydi? Əleyhissalam buyurur ki, kim dünyaya baxsa kör olar, kim axirətə baxsa gözü açılar, anlayar təzdən ki, hələ dünyada nə var, nə yox. Axirətə baxanlar dünyaya düz baxa bilir, dünyanı düz tanıya bilir. Dünyanı axirət əhli abad eləyəcək. Dünyanı axirət əhli Quranın vədəsinə əsasən idarə edəcək. Biz hesab edirik ki, axirət inancı sırf mənəviyyat məsələsidir. Quran belə demir. Quran deyir, axirətə inanan, onu tanıyanlar dünya quracaqlar ki, gəl tamaşa elə. Hər baxımdan inkişaf eləmiş dünya. Sözün həqiqi mənasında inkişafın insana xidmət elədiyi dünya quracaqlar. İnkişaf nəhayət həddinə çatacaq və bu insana xidmət eləyəcək. Quran buyurur, Ennel ərzə yarisuha ala ibadiyyəs salihun. Dünya, yeryüzü bizim salih qullarımıza miras qalacaq. Salih qullar, axirət inancına bağlanan insanlar dünyada uğur qazanacaqlar, dünyanı lazım olan səviyyəyə çatdıracaqlar, dünyanı inkişaf etdirəcəklər. Yəni, həqiqi inkişaf o zaman olacaq. Çünki axirət əhli uzaq görəndir və uzaq görən adamlar daha effektiv idarə eləyə bilir insanlığı, bəşəriyyəti. Axirət əhli dünyaya yuxarıdan baxa bilir. Yuxarıdan baxır və dünyaya hakim olub onu idarə eləyir. Dünyanın əsiri olaraq yox. Dünyadan azad olur, dünyaya yuxarıdan baxır, dünyanı olduğu kimi görür və düzgün qərarlar verir. Onda inkişaf bir tərəfli getmir. Onda inkişaf insanı təmin edir. Həm mənəvi ehtiyaclarını, həm maddi ehtiyaclarını təmin edir. Ona görə də mən bunu əvvəldə deyim ki, biz axirətdən danışmaqla eyni zamanda dünyadan danışırıq. Bunu yaddan çıxartmayın. Bizim məqsədimiz axirətə yönəldib dünyadan soyutmaq, təcrid etmək deyil sizləri. Məyad tanıyan insan dünyada düz yaşayır, baxışı düzəlir, uğur qazanır, dünyadan maksimum yararlana bilir. Ona görə də axirətə yönəlsək, dünyamızı bəs necə abad eləyək sualı yersizdir. Bu sual kökündən yanlışdır. Bu ona bənzəyir ki, deyək ki, yaxşı su içsək, bəs susuzluğumuzu kim yatıracaq? Deyərsən ki, qardaş, bu nə sualdır sən verirsən? Su içəndə susuzluq yatır avtomatik. Yenə sual verir. Su içsək, bəs susuzluğumuzu kim yatıracaq? Onda cavab verirsən ki, sən su içməmsən indiyə qədər.
Sən indiyə qədər axirətə yönəlməmisən, axirət tanımamısan deyə səndə bu sual yaranır. Axirətə yönəlsə dünya avtomatik islah olur. Axirətə yönəlmək su içib susuzluğu dəf eləmək kimidir. Axirətə düzgün yönəlmə avtomatik dünyanı islah edir. Dünyanda inkişafa səbəb olur. Dünya axirət əlaqəsini yenidən izah etməliyik, yenidən təfsir etməliyik. Allah bizi daim aparır axirətə. Mənası bu deyil ki, bu dünyadan bizi çıxardır, tərk-i dünya olaq. Mənası budur ki, axirətdə getməklə biz dünyaya hakim oluruq, dünya bizə yox. Ona da hakim olanda onu yaxşı idarə edə bilirsən. Ona hakim ola, onu öz əmrüvə gətirib idarə edirsən, onda düzgün idarəçilik olur. O qədər bizim gözümüzün önündə axirəti canlandırır, danışır axirət haqqında, biz diqqət eləmirik, biz fikir vermirik. Ümumiyyətlə, Quranın metodikasına düzgün qiymət vermirik, düzgün dəyər vermirik. Biz elə başa düşürük ki, əstəğfirullah, 100 dəfə əstəğfirullah, Allah özü öz neymətlərinə valih olub, əstəğfirullah, öz cəhənnəmindən qorxub biraz şişirdir məsələni. Halbuki Allahın nə valih olma, nə qorxma kimi bir xüsusiyyəti var. Allah xırdalığı ilə, cüziyyatı ilə vəsf eləyir, gözümüzün üzərində tablo yaradır, axirət tablosu. Bu təsadüfüdür. Bizim anladığımız dildə təfərrüatına qədər axirətdən danışır, başa düşdüyümüz qədər. Amma biz buna ciddi mövzu kimi baxmırıq. Biz səviyyəli mövzular deyirik, elmi mövzular, fəlsəfi. Cənnət vəsfi bizim üçün qeyri-ciddi mövzu olur. Başa düşmürəm, niyə? Axirətin necəliyi haqqında mövzuları biz kənara qoyuruq. Ədəbiyyata baxın, din ədəbiyyata. Əsasən kəlam mövzusundadır. Əsasən axirətin sübutuna yönəlmiş məsələlərə diqqət edirik. Axirəti sübut edən dəlillər gətiririk. Biz heç dəlil gətirməyə çalışırıq ki, axirət var. Qurana baxın, Quranda axirət var, onu sübut edən ayələr çox azdır. Diqqətlə baxın, sadəcə hesablayın, baxın. Quranda daha çox, axirətin sübutundan daha çox axirətin necəliyi haqqında danışır. Xüsusiyyətlərini tərif edir. Biz bu barədə nə yazırıq, nə də oxuyuruq. Bu barədə elmi ədəbiyyat yaratmaq olar. Elmi ədəbiyyat bu mövzulara da toxuna bilər. Bunun elmi izahı da verilə bilər. Fəlsəfi izahı da verilə bilər. Biz axirəti təsvir edən kitablarımız, ədəbiyyatımız azdır. Ancaq sübut eləməyə çalışırıq. Biz bu mövzunu ümumiyyətlə elmə zidd hesab edirik. Başa düşmürəm, Allah elmə zidd niyə danışır Quranında? Hey deyir, cənnətdə filan şey var, cəhənnəmdə filan şey var. Bunun tərifi, vəsfi, necəliyinə biz diqqət eləmirik. Biz dəlil getiririk ki, filan səbəbdən axirət var. Bu əslində şübhələrə cavab verməkdir. Şübhə nə deməkdir ümumiyyətlə? Şübhə budur ki, yəni adamın zehni xəstələnib, ona dərman vermək lazımdır. Bizim kitablarımız dərmandır, xəstələr üçündür. Xəstələrə dərman veririk biz. Amma biz insanlara qida vermirik, yemək vermirik. Ruhun yeməyi, ruhun qidası axirətin, məadın necəliyidir, xüsusiyyətləridir. Ruh onun həsrətindədir, onun müştərisidir. Biz yemək əvəzində dərman dürtürük insanlara, bağışlayın. Dərman, sağlam adamlara. Biz sağlamlarla xəstə kimi davranırıq və xəstələndiririk cəmaatı. Biz şübhələrə cavab verməklə şübhə salırıq, şübhə yaradırıq. Halbuki bu suallara, bu dəlillərə bir o qədər də ehtiyac yoxdur. Zehin sağlam olsa, onda şübhə yaranmır. Sual yaranar, sual başqadır, şübhə başqadır. Sağlam adam belədir, bax, bilirsiniz necədir? Deyir ki, mümkün deyil o yanda bir şey olmasın. Sağlam adam deyir ki, necə mümkündür ki, mən boyda insan ölüm torpağa, bitkilərə kübrə olun. Üzr istəyirəm, dönə-dönə insan, o sözü deməyim hər halda, üzr istəsəm də deməyim. İnsan gəlməyib ki, ot olsun, bitki olsun, heyvanlara yem olsun. Mən boyda insan, yəni o yanda bir xəbər yoxdur, mən bu boyda mənəviyyat daşıyıcısıyam. Amma mümkün deyil olmasın. Sağlam adam şübhəyə düşmür. Sual yarana bilər, şübhəyə düşməz heç zaman. Zehni sağlam olan adamın qidası məadın necəliyidir. Bilirəm var, varlığına şübhəm yoxdur. Necədir ora maraqlıdır. O necəliyi də Allah gəlir Quranda vəsf edir. Ona görə Allah can fəşanlıqla bizə axirəti sübut eləmir. Quran sağlam məntiqlə yanaşır məsələyə. O qədər Allah danışır cənnətin xırdalıqlarına qədər, incəliklərinə qədər. Quranı diqqətlə oxuyun.
Şəhid Mütəhhirinin mən Məhərrəm söhbətlərində dedim, bir kitabı var, materializmə yönəlmənin səbəbləri. Mən oxumusunuz, görmüsünüz. Onun müqəddiməsində maraqlı şey yazır. Kitabın adını qoymaqla artıq zehinlərdə bir düşüncələrdə inqilab yaradır. Nə baxımdan? Deyir, həmişə sual verilir, din necə yarandı? Din güya xəstə məhsulun, xəstə zehniyyətin məhsuludur. Xəstəliyin də səbəbini axtararlar da, din necə yarandı? Bir adam xəstələndə deyir, nə oldu xəstələndin? Simptomlara baxarlar, səbəbini taparlar. Həmişə belə olub ki, din necə yarandı? Din yəni xəstə zehniyyətin məhsuludur. Görək bu xəstəliklər nədir? Materialist məktəblər din necə yarandı sualına cavab axtarırsa, Şəhid Mütəhhiri deyir ki, bu sual öz-özündə səhvdir. Materializmə yönəlmənin səbəblərini axtaraq. Nə oldu, xəstələndi, getdi, materialist oldu? Kitabın adını belə qoyaq. Xəstəliyin səbəbini axtaraq ki, necə oldu ki, bu getdi, xəstələndi? Gəlin bunu araşdıraq ki, sağlam insan getdi, necə dedi ki, axirət yoxdur? Nə oldu? Onun barədə kitab yazıb səbəblər gətirir. Maraqlı da kitabdır. İndi bəlkə də bəzi mövzular aktual deyil, amma hər halda zamanında xüsusilə aktual idi. Allah o qədər cənnəti vəsf eləyir, cəhənnəmi vəsf eləyir, bütün xüsusiyyətlərini sadalayır. Quranı diqqətlə oxuyun, hətta təfsirlərdə də gəlib bunun üzərindən keçirlər. Təfsirə də gələndə başlayır o da dəlil gətirməyə ki, axirət var. Bu qədər dəlilə ehtiyac yoxdur, düşünürəm. Mən demirəm, bir qrup insan şübhələrə cavab vermək üçün elmi, fəlsəfi mövzularda, mən özüm kifayət qədər də xüsusilə əvvəl illərdə, gəncliyimdə, indi qoca sayılıramsa, gəncliyimdə xüsusilə o mövzuda çox mütaliə eləmişəm. Çox da maraqlı, böyük alimlərimiz, filosoflarımız tam şəkildə o barədə suala yer qoymayan dərəcədə kitablar, əsərlər yaradıblar həqiqətən də. O da lazımdır. Amma prioritet məsələ bu deyil ki, axirət var, gəlin sübut eləyək. Axirət sağlam məntiqlə dərk olunandır. Axirətin varlığı sual altına düşmürəsində. Allah Quranla ruh üzərində iş görür. Ruhdan bir pəncərə açır, bir bax, başqa aləm var. Hətta Peyğəmbərinə buyurur ki, yətlu aleyhim ayati. Quran oxu onlara, ayələri oxu sadəcə. Sonraki mərhələdə başqa işlərdə gör. Amma Quranla üzbəüz burax. Özüm iş görəcəm. Sən də hələ bəzi şeyləri bilməzsən, Peyğəmbərə deyir. Qurandan onları tanış elə. Quran bizi hey aparır axirətə, hey yönəldir axirətə. Bu Quranın üslubudur. Quranın ana xəttidir, əsas üslubudur. Allahın belə bir gen planıdır, Allahın belə bir cızdığı bir plandır. Axirət mərkəzli, axirətə yönəlik bir kitab nazil edib, diqqətləri ora yönəltsin. Biz düşünmək istəmirik, bilirsiniz niyə? Biz ölümdə ilişirik. Ölümün şəkli qorxuludur axı. Adam uzanıb tabutda götürürlər, aparırlar. Adam vəhşət bürüyür. Adam var deyir, gecə mən ondan qala bilmərəm. Və bilmir ki, o heç bir ən ziyansızdır o. Sən diri ilə qalma. Diri qorxuludur. Ondan heç bir ziyan sənə dəyməyəcək. Ölüb uzanıb orada, sən də elə uzanacaqsın. Ondan sonra heç gücü yoxdur tərif. Ondan qorxur. Çünki ölüm haqda zehniyyət belədir. Qorxur deyə qorxduğu şey haqqında düşünmək istəmir. Qorxduğu şey haqqında fikirləşmək istəmir. Amma ölümdən mühüm şeylər var. Ölüm bir qapıdır, Quran deyir, bu qapıdır. Sən keçdin, ondan sonra ilə maraqlan. Bu bir dənə qapıdır, sən getdin. Kəfə bil mavti vaiza, kəfə bil mavti aleykəl vaiza. Ölüm sənin üçün muizə etməyə kifayətdir. Bu nə mənadadır? Maşında oturursan, maşını işə salmaq üçün mühərriki, açarı tərpədirsən, start deyirlər, nə deyirlər ona? Start deyirlər ona. Maşını xodlamaq üçün açarı tərpədirsən, o işə düşür. Bu ölüm budur. Ondan sonra mühərrikin hərəkət edib səni aparması əsas məsələ odur. Biz orada ilişirik, qaydırıq dala. Qaydırıq dala qulaq asmaq istəmirik, fikirləşmək istəmirik. Biraz axirətdə nəfəs alaq dünyada yaşaya-yaşaya. Biraz köçək ora, fikrimizi yönəldək ora. Allah buna cəhd eləyir Quranında. Heydi, filan kəslərin axirətdəki vəziyyəti belədir. Görürsən, bir günahı deyir, bir kəlmə ilə deyir, dünyada filan işi görənlər dərhal deyir, onların aqibəti belədir. Yönəldir ki, bunun axırı, aqibəti o tərəfdə necədir? Hədislər də elədir. Hədislərə müraciət edin, çox yer ayırıblar axirətin vəsfinə, xırdalıqlarına qədər. Həm hədislərdə, həm dualarda, dualara baxın. Mən hərdən sizə bir kiçik qardaşınız kimi tövsiyə edirəm ki, duanı kitab kimi oxuyun.
Bəzən bizim halımız yoxdur da münacat eləyək. Lazım da deyil indi bir saat. Duanı qoyun qabağınıza bir kitab kimi oxuyun. Doğrudan da heyrətlənir insan. Duaların mətninə baxın. Duaların əsas mövzusu məaddır. Ayətullah Behçət belə bir söz deyir. Deyir, ümumiyyətlə, hacət istəmək üçün deyil dua. Dua axirət istəmək üçündür. Hacətlər xırdan məsələlərdir. Namazları vaxtında qıl, çox hacətin həlli olsun. Resept verir. Namazları vaxtında qıl, da bu qədər də özünü öldürmə. Deyirsən, ləngidirsən, Allah deşiyor ləngidir. Sən oturursan, gecikdirsən, problemin də geçərli olur. Vaxtında namazları qıl, bir çox dua elədiyin məsələlərə də ehtiyac olmayacaq. Dua axirət üçün də əsas. Hacət üçün deyil, axirətə diqqət yönəldir. Ərəfə duasına baxın, Kumeyl duasına baxın, Əbu Həmzə Sumali duasına baxın, vaxt olanda baxın bunlara. Həzrət Əli əleyhissalam Kumeyl duasında seyr elətdirir bizi axirətə. Zirvəsi duanın axirət hissəsi. Ərəfə duasının zirvəsi haradır? Orada İmam Hüseyin ağlayır. Ağlayır. Deyir ki, mənim bir hacətim var ki, onu versən, başqa heç nə verməsən, də heç nə itirməmişəm. O da budur ki, mənə nicat verəsən. Axirətdə nicat verəsən. Onu versən, heç bir dərdim yoxdur. Verməsən isə, nə də versən azdır mənə, heç nə də mənim xeyrimə deyil, dadıma çatmayacaq. İmam Hüseynin dərdi budur, bunlar bizim imamlarımızdır. Ya biz bunların dinindəyik, ya bilmirəm kimin dinindəyik. Bizim fikrimiz nə ilə məşğuldur, onların fikirləri ilə məşğul. Oturaq özümüzü onlarla müqayisə eləyək. Biz bunların yolunu gedirik də bir ömür. Onların fikir hardadır, bizim fikrimiz hardadır. Bu barədə kitab azdır. Dəstəqeybin kitabları vardı, sadə də olsa, məadı vəsf edən kitablar idi. Yadınızdadırsa, mən çoxdan onları oxuyurdum. Orijinalı da var məndə indi. Vaqiə surəsinin təfsirində, başqa kitablarında. Aşiq olursan buna, ondan sonra şəhidlik arzusu da məsələn bundan doğur. Şəhid kimdir? Şəhidlik arzusunda olan adam, ora aşiq olan insandır. Onun şövqündən ürəyi döyünən adamlardır. Bunlar elə bilirsiniz ki, fanatiklərdir, romantik düşüncədə olan insanlardır, reallığı dəyərləndirməyən insanlardır. Xeyr, ən realist insanlar şəhidlərdir. Ən ağıllı insanlar şəhidlərdir. Dünyanı da düz tanıyan, ahirəti də düz tanıyan insanlardır. Şəhid o adamdır ki, uğurla yaşayır, hamıdan uğurlu həyat yaşayır və ən şərafətli ölüm də ona qismət olur. Şəhidlik avara küçədə qalan, bekar avara adam, əlindən heç nə gəlməyən, bivec adamlar üçün deyil. Şəhid o adam deyil ki, yaşaya bilmədim ölüm. Şəhid o adamdır ki, hamıdan yaxşı yaşaya bilir, həyatı dəyərlidir, dəyərli həyatını təqdim edir Allaha. Həyatda maksimum uğur qazanır, deyir ki, bu uğurlu həyatımı sənə ərmağan edirəm, sənə hədiyyə edirəm. Çünki ağlımla hesablamışam ki, dünya həyatının ləzzəti, keyfi nə qədər çox olsa da, axirətlə müqayisədə azdır. Şəhid hamıdan ağıllı, dərrakəli, zəkalı insandır, uğurlu insandır, müvəffəqiyyətli insandır. Biz elə bilirik ki, Allah bezdiyi, dünyanı başqaları yaşadı, biz bacarmadıq, öldür bizi şəhid olaq gedək. Bu nə məntiqdir, bu nə düşüncədir, bu necə axirət inancıdır.